Sí, como le digo, el partido fue un partido, primero que todo fue un buen partido para los dos equipos. Merecíamos ganar, no pasó, pero no pasa nada, nos esforzamos, dimos lo máximo. Sí, jugué contra mi primer equipo aquí en Bakú, en Azerbaiyán, pero ahora mi obligación es darlo todo para Bakí. Ya yo tengo un contrato con Bakí, tengo que darle lo máximo para este equipo. Como le digo, yo siempre me esfuerzo con el equipo que voy a estar. Ən əsası onu demək istəyirəm ki, oyun çox gözəl alındı hər iki komanda üçün, baxışlı oyun alındı və onu demək istəyirəm ki, mən gündən-günə özümü, öz vəziyyətimi yaxşılaşdırıram ki, Bakıya əlimdən gələni Bakı üçün eləyim. Düzdür, keçmiş komandama qarşı oynadım, amma buna baxmayaraq ki, mən Xəzər Lənkəran mənim Azərbaycanda ilk klubum idi, ilk komandam olub. Amma indi mən Bakının düşərgəsindəyəm və əlimdən gələni deməliyəm ki, Bakını yuxarılara aparım. Me ayuda a tener más confianza en los otros partidos y también darle confianza a mis compañeros para que sigan creyendo en mí y también que el equipo siga confiando en cada uno y seguir creciendo. Mənim bu qolum inanıram ki, bütün komandada inam yaratdı, bütün klubda inam yaratdı və hətta mənim özümə inam yaratdı. Mən özümə inanıram ki, mən indi hər oyun meydana girəndə qolla tərk edəcəm bu meydanı deyir. Todo el mundo conoce a Carabao. Carabao es un equipo muy bueno, toca muy bien la pelota. Nosotros tenemos que prepararnos igual como nos preparamos cada partido, con todo y tratar de, ¿cómo le digo?, seguir haciendo los goles para seguir. Hamı bilir Qarabağ necə klubdur, Azərbaycanda ad sanlı bir klublardan biridir və biz Qarabağla oynaraq, Lənkəranla oynaraq hazırlaşdığımız kimi hazırlaşdıq və ondan da yaxşı hazırlaşacağıq əminəm ki və inanıram ki, oyun bizə uğurlu alınır.